Herkese salamlar dostlarım. Necəsiz, keyfiniz, halınız necədir? Ümid eləyirəm yaxşısınız. Dostlarım, bugün sizlərlə birlikdə yorumlarda hamımızın istədiyi o BR taktikləri, nə bilim, BR videosu, Battle Royale videosu gələcək. Çoxunuz deyirdiniz ki, bu elmas harcamadır, incələmədir, bunlardan da kənar bir video çəkəm. Mən dedim ki, qardaş, izləyicilərimin şeyin qırmayım, istəyin qırmayım. Öz nikimdə çəkəcəm. Dünənlərimsi ban yedik. Top 4-də idik. Top 3 olacaqdıq. Ban yedik nə yazıq ki. Heç də olmaz. Canımız sağ olsun. Nə deyim valla. Bu boyda əziyyət, bu boyda yuxusuz gecələr, nə bilim, hər şey boşa getdi də qısacası. İndi keçək videoya uşaqlar. İlk olaraq BR-nin ən kilit nöqtələrindən biri uşaqlar odur ki, karakter. Karakterlərimizi düz seçməlisiniz. Yəni mən bir dənə kombin göstərəcəm. O da deyim də sizə. Bunu bir dənə dəyiş. Deyən, всё. Aktiv karakterlərdən uşaqlar həmişə kodanı işlədirəm. Mən yer göstərən, çünki kodadan nəm yaxşısı məncə yoxdur. Ondan sonra hər kill alanda 30 can verən karakterimiz var burada, Lugueta. Bunu kuşanırıq. Sonra cığıma. Haradaydı bu? Kairos'u dolu olmayan EP'yi yenilər. EP dolduğunda düşman kalkan puanlarına ve zırh dayanıklarına ekstra hasar verir. Bunu bir də buradan alırıq nəyi? Luna'nı. Всё. Buradan da uşaqlar indi istəyinizə görə bağlıdır. Mən bunu alacağım. Şeylərdən də nə idi onun adı? Petlərdən bunu kuşanırıq. Всё. İndi bir dənə qəşəng bir dənə kombin eləyək. Buradan girək bura. Buradan kuşanaq. Nə. Bunu kuşan. Bunu kuşan. Bunu yox, gözlük kuşan. Deyən ağ saç, ağ gözlük. Bu, bu. Bir dənə də bunu, yox, bu. Bu qəşəkdir. Bir də bunu kuşanaq. Bir dənə də ağ ayaqqabımız burada. Bunu kuşanaq. Çox qəşəng oldu axı. Всё. Başlayaq BR-imizə. Bir dəqiqə BR girməyim biraz risklidir, amma video üçün dəyər. Çünki yəni BR girsəm və mənə bir dənə də rapor gəlsə, nə yazıq ki, bir həftəlik bana gedə bilərəm. Uşaqlar, bana getməyimizin səbəbi də odur ki, uşaqlardan biri bilmədən gedib panelçiklə takıma giribdi. Panel gəlib takımımıza girib. Onu da tapsam, yəni ki, ağzıma gələn deyəcəm, nəysə. Panelçik götürüb bizdən yeni takıma girib, ona görə də oyun bizə ban veribdi. Etkinliklərdən yeni bir dənə giriş. Bu gəldi. Bu qəşək də, bunu alacağam mən. Bu həqiqətən qəşək giriş animasyonudur. Məndə neçədən giriş animasyonu var? Məndə var deməli uşaqlar 6 dənə giriş animasyonu, amma bu mənə bəs deyil. 7 dənə eləyəcəm. Bir dənə 1-2 dənə də etkinlik gəlsin, hamısını bir yerdə alaq, bir dənə videoya çəkərik. Qısacası gözləmədə qal. Bu arada dostlarım, sizə belə bir şey demək istəyirəm ki, 8-ci yıl dönümü gəlir Free Fire-ın. Bundan səbəb də yəni oyunda olan köhnə paltarlar olsun və köhnə desenlər falan filan təzədən oyuna gətiriləcək. Oradan da qəşəng videolarımız çıxacaq inşallah. Sarı bədən olsun, mələk pantolonu olsun, qanunsuzlar olsun, hamısını oyuna qaytaracaqlar. İndi görək biz hansılarını alacağıq. Düşürük buradan. Farmatopiyadır da buranın adı elə. Farmtopiyaya düşürük. Solara gəlmədiyi üçün sevinirəm. Çünki o xəritə çox, yəni ki, başa bəladır da əməlli başda. Heç yaxşı xəritə deyil. Nəyə gətiriblər bilinmir. Harada çox adam olur bilinmir. Lazımsız xəritədə, Allah haqq. Deməli, burada kim var? Aha. Teleport hamıda işlədir elə.
Allah, hər xəritədə var da bir dənə o teleport istifadə eləyəndən. Adam, aha. Heç kim yox deyir. Aha, altımda adam var ha deyən. Bir kill gəldi. Açığı bu silahla çox baş etmir. AUG işlətməyi daha çox xoşlayıram bundan. Yəni 1 qram baş etmir. Nə edirəm mən onu? Buradan başqa nə var? Başqa nə var? Oo, təzə aldığımız desen AC80 qəşəng. Canı pox boydaymış ya yazğın. Başqa kim var? Elə burada bir nəfər var. Buradan tez bazar P90'ımızı götürək. P90 iyidir. Oy, qəşəng. Bir dənə qəşəngcə bir baş. Başqa kim var? Qəşəng. Uje 4-cü kilimizi aldıq qaqalar. Buradan uşaqlar. Oy, telefon dondu ha. Uşaqlar, bığırının ən böyük taktiklərindən biri kralın tacıdır. Mən kralın tacı deyirəm, kralın kılıcı nəm. O deyil elə bir. Ən əsası kralın tacını almaqdır. Yəni o ən böyük artırıq verənlərdən biridir. Adam var elə bir. Yox, adam değilmiş. Var ya daha doğrusu adam. O değilmiş. Deməli, buradan kralın tacını alırıq. Həm sizə artıqdan can verir, həm də artıqdan dərəcə verir. 3 dənə alsaz, hərəsindən 3 dənəmi ya 5 dənəmi? Oda. Oy, xaroş. 5-ci kilimiz də gəldi. Yuxarıdadır bu adam, yoxsa? 2 dəqiqə indi baxarıq. Hardadır bu? Ben bunu tutanmadım bu hardadır. Neyse. Deməli, hər kralın tacından 3 və ya 5 puan alırsınız. Kişi alanda bu puan artır. Yəni kralın tacını almağı yaddan çıxartmayın. Bir də 10 kişi almalısınız ki, o da artı puan verir. Və win. Deməli, bunlar təşkilinin şeylərdir. İkilinin videosu bilmirəm çəkərəm niyə yox. Deməli, buradan ala biləcəyimiz çox da bir şey yoxdur. Amma patronu ataq görək bu qaqa şardadır. Onu vurmaq istəyirəm. Elə bir binanın başındadır mı? Yox. Ay. Qəşəng 6-cı kill. Bu arada bot atıbdı o elə bir. Deyən gördüm. Səni gördüm. Səni öldürəcəm. Ya qardaş. Baş etmədi. Nəysə tez bazar ona bir dənə rush çəkək. Gəl. Məzələnirsən. Bunu bari qabaqcadan deyin mənə. O boyda. Oy Allah. Bismillah. Deməli 7-ci kilimizi aldıq. 10 kilo olsa artıqdan puan verəcək bizə. Başqa buradan qəpiklərimizi yığaq. Gedək bir dənə şey açaq. Nə idi onu? Aha, adam. Qəşəng 8-ci kildə gəldi. Buradan qəpik zat yığmaq əslində ehtiyac yoxdur. Gedək bir dənə açar alaq. 8-ci kil 15 nəfər var elə. Ayda ağac qakan yoxsa. Nəysə AC80 deseni təzədir. AC80'dan oynayacağım. Normalda ağac qakanla oynayardım. Aha. Ayda kör oldum. Ya. Bot atıbdı uşaqlar. Yəni çoxu botdu.
Özünüz də yuxarıda da görürsünüz, bığırı dərəcəli yazıb, amma mənim əlimdə olan bir şey deyil. Yəqin ki, bana getmiş yaxı, kürəsəldə olanda eşşək kimi oyuncular atar. Ban yiyəndən sonra belə. Uşaqlar, bu arada bığırı dərəcəli təşkildə olan görevlərdən biri də odur ki, bomba ilə adam öldürmək. Bombalarımızı saxlayırıq, bombalar bizə lazım olacaq. Buradan bir dənə də bomba götürək. Aha. Baxın, istəyirəm açarla gedim açsam. Amma yanı qoymurlar da qardaş. Şişə. Ayda 1000 qəpik boşuna xərcləmiş olduq. Lootdan çıxdı. Nəysə, heç də olmaz. Gedirik, hara gedirik? Hangara. Hangardı mı bu, nədir adı, bilmirəm. Bu arada şeyə görə, karakterimizə görə canımız uje neçədir? Burada görsətmir. Bunu necə eləyirlər? Ayarlardan elə eləyirlər ki, görsənirdi. Nəysə, heç də olmaz. Deməli, gəlirik bura. Groza X, yəni Groza X gördünüzsə uşaqlar, ikinci bir necə deyərlər, düşüncəyə girməyin də. Groza X varsa Groza X. Yəni ondan o tərəfə silah yoxdur uzaq məsafədə. Burada başqa diqqətimi çəkən bir şey yoxdur. Şarj bozanları da elə qoyurlar ki, Allah haqqı, elə bir hamının işlətdiyi bir silahdır. Cəmaət elə bir şarj bozanın fanatıdır, ya nədir? 10 kilimiz var, bir dənə də bomba ilə adam öldürsək super olar əslində. Çünki o da bizə artı puan verəcək. 3 dənə bombamız var, qəşəng. Kralın tacı. Buranı gedib baxaq. Maşın var. Bir dənə maşın zəhmət olmasa. Kralın tacı bir dənə də alsaq çox zor olar. Aha. Qardaşın yeleği zadı nədir, bilmirəm. Yəni Groza X-nin necə o qədər qorunur, mənə çatmadı. Deyən görüm bu hardadır. İşte bunu açandan sonra. Gəldim. Şu. Deməli 11-ci kildə gəl. Kaş bomba ilə öldürərdim bunu. Nəysə. Heç də olmaz, heç də olmaz. Deməli, buradan girsək. Bu arada uşaqlar, bu günlərimsi ilk bığırı oyunum deyil. Normalda ilk bığırıda, yəni ilk bığırı oyunumuzda. Aha. İlk bığırı oyununda günlük bonus var. 20 puan ya da 25 puan, belə bir şey olmalıdır. Onu mən götürmüşəm, ona görə onda bilin yəni. Başqa burada kim var? Nə yazıq ki, şansıma küsərək deyirəm ki, internetim yenə qatıqladı. Sağ olsun. Yəni vina alanmadım. Bu boyda şey elədik. Kürəsəldə deyilik, düzdür. 50.000 skor olmağıma baxmayaraq 47 artı verdi. Yəni özünüz görürsünüz. Hələ winsiz win alsaydım bu ola bilərdi 51 ya da biraz da kralın tacı falan alsaydım 60 falan, 57 falan belə ola bilərdi. Nə yazıq ki, internetimiz qatıqladı, sağ olsun. 12 killə 5-ci il götürdük. Bu arada nəsə internetim çox zəifdir, yəni video çəkməkdə çətinlik çəkirəm. Uşaqlar, videomuz bu qədər idi. Açığı mən böyle videolar çəkməyi xoşlamıram, çünki danışa oynaya bilmirəm. Amma siz istədiniz deyə bu videonu da çəkdim. Öpürəm hamınızı, sağ olun, salamat qalın, təzə videolarımızı gözləməkdə qalın. Takip eləyin bizi, öpürəm. Sağ olun, salamat qalın.